Dedim ha benim evimde o gün aş verdin, Zaurgil'e gedəndə bozbaş pişirdin apardım. Buyur. Əsas odur ki, mən düşünürəm ki, Şəbnəm xanımın həqiqətən gözəl səsi var. Dinləyirəm ifalarında, mahnılarını da. Amma sözüm ümumiyyətcə ona deyil. Sözüm bu sənətkar sözünə gəlir ki, mən düşünürəm ki, sənətkar o insana deyilməlidir ki, o həqiqətən də sənətini tam kamil bilir. Yəni, düzdür, bizim sənət biraz bu musiqi, muğam, bu sənət elə bir sənət ki, bu çox dərin, bəli, dərin sənətdir. Amma ən azından bu, necə deyim, bu təbəqədə müəyyən qədər nəyisə bilirsən və burada düşünürəm ki, əlbəttə təhsil də şərtdir, düzdür. Deyəcəyik ki, bugünə qədər elə sənətkarlarımız olub ki, onların təhsili olmayıb. Mən sizlə razıyam. Amma ki, məsələn, onlar da ola bilər ki, diplom almayıblar. Amma, məsələn, hansı muğamdan sual verir.